Xalq artisti Zeynəb Xanlarovanın Bakıda anadan olmuş Yəhudi əsilli müğənni Larisa Dolinanı Azərbaycana dəvət etdiyi iddia olunur. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Zeynəb Xanlarova Azərbaycana qarşı mövqeyi ilə seçilən ermənipərəst müğənni Larisa Dolinanı Bakıya dəvət edib. Zeynəb Xanlarovaya aid olduğu bildirilən paylaşımda deyilir. Stat: Dəyərli həmyerlimiz, sənin mənzil məsələnə görə narahatıq. Məsələni diqqətlə izləyərək hamımız çay içməkdən yorulduq. Vətənə qayıt, bir yerdə çay içək. Statın sonu. İstifadəçilərin bir qismi statın Zeynəb Xanlarovaya aid olmadığını yazıb. Məsələ ilə bağlı Zeynəb Xanlarova ilə əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab ala bilmədik. Qlobal İnfo-Azın araşdırması zamanı məlum olub ki, sözü gedən iddianı yayan səhifə Azərbaycana qarşı saxta xəbərlər tirajlayaraq ictimai rəyə təsir etməyə çalışır. Həmin səhifə digər paylaşımlarında da ölkəmizlə bağlı feyk xəbərlər yazıb. Larisa Dolina məsələsinə gəldikdə, son günlər Rusiya şou biznesində müzakirə olunan mövzulardan biri onun adı ilə bağlı mənzil işidir. Belə ki, 2023-cü ilin avqustunda Larisa Dolina fırıldaqçılar vasitəsilə Moskvanın mərkəzindəki mənzilini sataraq əmanətlərini onlara verib. Zərər təxminən 120 milyon rubl qiymətləndirilir. Əməliyyat başa çatdıqdan sonra Dolina polislə əlaqə saxlayıb və alıcı Polina Luriyeni məhkəməyə verib. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.